Salam dəyərli izləyicilərim. Bugün sizə evdə çox sadə, amma inanılmaz dadlı şokoladlı pudinq hazırlayacağım. Həm uşaqlar, həm də böyüklər bu resepti çox sevəcək. Gəlin başlayaq, bu möhtəşəm dadı birlikdə hazırlayaq. Qazana 1 stəkan şəkər tozu, 2 yemək qaşığı un, 2 yemək qaşığı qarğıdalı nişastası və 2 yemək qaşığı kakao əlavə etdim. Yaxşıca birlikdə qarışdırdıqdan sonra üzərinə bir yumurta sarısı əlavə edirəm və 1 litr südü öncə bir hissəsini əlavə edib yaxşıca qarışdırıb düyünlərini həll etdikdən sonra qalan südü də yenidən qazana əlavə edirəm və yaxşıca qarışdırıb qazın üzərinə yerləşdirirəm və əlimi çəkmədən qatlaşana qədər pudinqi qarışdırıram. Pudinq qaynadıqdan sonra 1 dəqiqə qaynadıb qazı söndürürəm və isti-isti pudinqin içərisinə bir bağlama vanilin əlavə edirəm və 1 yemək qaşığı kərə yağı əlavə edib əriyənə qədər pudinqi qarışdırıram. İstəsəniz bura 100 qram şokolad da əlavə edə bilərsiniz. Onda da çox ləzzətli alınır. İlk istisi çıxdıqdan sonra qablara əlavə edib üzərini zövqə görə xırdalanmış qoz ləpəsi və şokoladla bəzədim. Gördüyünüz kimi çox gözəl, dadlı pudinq alınır. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun.